Meryem'e Hanım, deyirsiniz ki, qabağınıza çıxan pis adamı Allah elə yaradıb, bəs onda insan nəyin sınağını çəkir? Bunun özü sınaqdır da sənə. Nə deyir Quran? Allah bəndəni bəndənin əli ilə sınağa çəkib imtihan edir. Tanrı od ilə çiçəyi yaradıb ki, yan-yana bu nisbəti bəd əməl ilə xeyrxalq arasında ara. Yəni görürsən, od olmasa, günəş olmasa, torpağı qızdırmasa, o torpaq sənə bəhrə vermir. Eləcə də bu çətin adamlar var, pis demirəm mən, çünki kim qayğı bəslərsə öz əməyinə, özgəyə pis baxarsa o pisdir. Yenə mən heç kimə pis deyə bilmərəm. Çünki hər baxışdan baxan nur Allahın zərrəsidir. O sənin dediyinin, yaradanın məsləhətinə şükürlər olsun. Onun simasında sınağa çəkilib imtihanı olunuruq. Sən pis baxmaq əvəzinə görürsən ki, sənin o insanla aqresivləşirsən, o insandan sənə zərər gəlir, o insan səndə qıcıq oyadır, uzaqlar. Onu yaradana şükür. Vəssalam. Amma ona pis demə. Pis dedinsə, orada cəza var. Mən o günü gördünüz, hikkələndim. Canlı yayımda elə burnundan su axa-axa oturdum, bu yola verdim. Neçə gündür də sinəmdə öskürəklər oldu. Yəni, müalicə elədim, araqla, spirtlə, zatla. Keçdi, orada məndə də bir balaca, bu insan şükürdə olmayan insana bir balaca hikkələnmişdim. Başa düşürsən, insana tutalım ki, bunu verirsən, bir pay verirsən, bu buna şükür etmək əvəzinə, orada elə bir yenə ki, təkəbbürlənir, sənə bəxtəvərlik verir. Bu məni hikkələndirmişdi. Sonra barışdım, dedim ki, onu yaradarım. Yarattığına şükür, ya Rəbb. Bax, pis baxmaq olmaz. Hikkələnmək olmaz. Oldusa, bax, belə yüngül cəzalar mən yaşatdım, mənə daha doğrusu bunu yaşatdı ki, sizə anındaca izah edim ki, bax, mən də adama hər tərəfli hörmət eləyirəm, nə şükrü var, nə qədir qiymət var, niyə məndə yoxdur deyə üsyanı var. Mən də yavaşca uzaqlaşdım. Mesela, yenə uzaqlaşdım. Sən də uzaqlaş, amma pis baxma. Pis baxdınsa, cəza yazılırsan. Mesela.